İyulun 5-dən 14-nədək Azov dənizində Rusiyaya məxsus 116 gəmi pilotsuz vasitələrlə hədəfə alınıb. Ukrayna ordusunun pilotsuz sistemlər qüvvələrinin komandanı Robert Brovdi bu barədə açıqlama verib. Kiyevin təqdim etdiyi rəqəmlərin müstəqil şəkildə tam təsdiqlənməsi mümkün olmasa da, peyk görüntüləri və gəmi izləmə məlumatları bölgədə hərəkətin ciddi şəkildə yavaşladığını göstərir. Moskvanın Donazov kanalında hərəkəti dayandırması ilk növbədə Rusiyanın cənubundakı limanlardan çıxan yük axınına təsir edib. Azov dənizinin dayaz olması böyük okean tankerlərinin buradan birbaşa işləməsinə imkan vermir. Buna görə də neft məhsulları, taxıl və digər yüklər əvvəlcə kiçik gəmilərlə Kerç boğazına və Qara dənizə daşınır. Daha sonra isə iri gəmilərə yüklənir. Ukraynanın hədəfə aldığı sistem də məhz Rusiyanın bu donanmasıdır. Bu səbəbdən əməliyyatın nəticəsi vurulan gəmilərin sayından böyükdür. Ukraynanın əsas məqsədi Azov dənizini tam blokadaya almaq deyil. Kiyev Rusiyanı hər gəminin təhlükəsizliyi üçün əlavə qüvvə ayırmağa məcbur edir. Moskva limanları, boğazları, tankerləri və yük gəmilərini eyni vaxtda qorumaq üçün hava hücumundan müdafiə sistemlərini geniş əraziyə bölməlidir. Bu isə cəbhənin başqa istiqamətlərində istifadə edilə biləcək hərbi vasitələrin arxa logistikasının mühafizəsinə yönəldilməsi deməkdir. Məsələnin ikinci tərəfi Krımın təminatıdır. Rusiya yarımadaya yanacaq, hərbi texnika və digər yüklərin çatdırılmasında avtomobil və dəmir yolu ilə yanaşı dəniz marşrutlarından da istifadə edir. Azovdakı gəmi hərəkətinin pozulması yükün quru yollarına yönəldilməsini zəruri edə bilər. Lakin bu halda Krım körpüsü, dəmir yolu qovşaqları və sahilyanı magistrallar daha böyük təzyiq altında qalacaq. Başqa sözlə, Kiyev Rusiyanın yalnız bir nəqliyyat xəttini sıradan çıxarmağa çalışmır. Məqsəd yük axınını əvvəlcə müəyyən edilə bilən alternativ marşrutlara yönəltmək və növbəti zərbələr üçün daha asan hədəflər yaratmaqdır. Dəniz daşımaları azaldıqca dəmir yollarında sıxlıq artacaq, quru nəqliyyatında ləngimələr yaranacaq və Krıma çatdırılan hər ton yükün qiyməti yüksələcək. Ukraynanın Qara dənizdə tətbiq etdiyi strategiya da eyni prinsiplə işləyirdi. Azov dənizinin strateji əhəmiyyəti Rusiyanın logistika sistemində tutduğu yerlə müəyyən olunur. Bu hövzə Don çayı, Volqa-Don kanalı, Kerç boğazı və Qara dəniz arasında əlaqə yaradır. Həmin zəncirin bir hissəsində hərəkətin dayanması yükün bütün marşrut boyunca yığılmasına səbəb olur. Ukraynada az sayda vasitə ilə böyük logistika sistemində qeyri-mütənasib təsir yaratmağa çalışır. Ukrayna Azov əməliyyatları ilə qərb tərəfdaşlarına da mesaj verir. Kiyev göstərməyə çalışır ki, aldığı texnoloji və maliyyə dəstəyini yalnız müdafiə üçün deyil, Rusiyanın müharibə aparmaq imkanlarını sistemli şəkildə zəiflətmək üçün istifadə edə bilir. Azov dənizinin Hörmüz boğazı ilə müqayisəsi də məhz bu nöqtədə ortaya çıxır. Hörmüzdə yaranan təhlükə dolayısıyla boğazdan istifadə edən bütün gəmilərə təsir göstərir. Risk artdıqca sığorta haqları yüksəlir, daşıma şirkətləri əlavə ödəniş tələb edir və bəzi gəmi sahibləri marşrutdan müvəqqəti imtina edir. Azovda da oxşar psixoloji və iqtisadi mexanizm formalaşa bilər. Lakin iki bölgənin miqyası eyni deyil. Hörmüz boğazı qlobal enerji bazarının əsas keçidlərindən biridir. Azov dənizi isə Rusiyanın regional ixracı və hərbi logistikasında əhəmiyyətli rol oynayır. Buna görə Azovdakı böhranın dünya neft bazarını Hörmüz səviyyəsində silkələməsi gözlənilmir. Ancaq davamlı hücumlar Rusiyanın taxıl ixracına, neft məhsullarının daşınmasına və Qara dənizdəki ümumi yük axınına da təsir göstərə bilər. Rusiyanın əsas taxıl istehsal edən Rostov və Krasnodar bölgələrinin Azov və Qara dəniz marşrutlarına yaxın yerləşməsi təhlükənin iqtisadi çəkisini artırır. Donazov kanalında hərəkətin dayandırılması barədə məlumatlardan sonra Avropada buğda qiymətlərinin qısa müddətdə yüksəlməsi də bazarın riskə həssas olduğunu göstərir. Mövcud məhdudiyyətlərin uzanacağı təqdirdə Rusiyanın taxıl ixracının bir hissəsinin digər limanlara yönəldilməsi tələb oluna bilər. Dəniz logistikasında təhlükənin real zərərdən daha böyük iqtisadi təsir yaratması mümkündür. Gəmi vurulmasa belə, limana daxil olmaq üçün günlərlə gözləyirsə, onun sahibinin xərci artır. Bunun üzərinə sığorta, ekipaj, yanacaq və əlavə təhlükəsizlik xərcləri gəlir. Risk uzun müddətli olarsa, ixracatçılar ya daha yüksək tariflərlə razılaşmalı, ya da yükləri başqa limanlara yönəltməlidirlər.
Qısa müddətdə Moskvanın ilk addımı Azov dənizində müşahidə və müdafiə sistemlərini gücləndirmək ola bilər. Liman girişlərində elektron mübarizə vasitələrinin, mobil hava hücumundan müdafiə qurğularının və patrul katerlərinin sayının artırılması mümkündür. Mülki gəmilərin müəyyən qruplar şəklində və məhdud vaxt intervallarında hərəkət etdirilməsi də istisna deyil. Ancaq bu tədbirlər Rusiyanın problemini tam həll etmir. Azov dənizindəki limanların, çay yollarının və Kerç boğazının coğrafiyası hərəkət marşrutlarını əvvəlcədən müəyyənləşdirir. Gəmilər geniş açıq dənizdə olduğu kimi alternativ istiqamət seçə bilmir. Xüsusilə Kerç boğazı bütün sistemin ən dar və həssas nöqtəsi olaraq qalır. Orta müddətli dövrdə Rusiya ixracın bir hissəsini Novorossisk və digər Qara dəniz limanlarına yönəldə bilər. Lakin bu halda limanlarda əlavə sıxlıq yaranacaq. Dəmir yolu ilə daha uzun daşımalar tələb olunacaq və logistikanın maya dəyəri artacaq. Üstəlik Novorossisk istiqamətində yük axınının çoxalması həmin limanı Ukraynanın əməliyyatları üçün kritik hədəfə çevirə bilər.